Paytaxtda bir yolda çaşqınlıq var. Həsən Əliyev, Koroğlu Rəhimov və Fətəli-xan Xoyski küçələrinin kəsişməsində yol infrastrukturunun dəyişməsi ilə elə bir vəziyyət yaranıb ki, sürücülər çaşbaş qalıb. Asfalt üzərində çəkilən nişanlar, işlərin tam yekunlaşmaması sürücülərə çətinlik yaşadır. Yeri gəlmişkən deyim ki, mən də o gün həmin ərazidən necə keçdim, bir Allah bilir. Yol boyu sadəcə bir sual barədə düşünürsən, görəsən qaydaları pozdun mu, cərimə gələcəkmi və s. Yəni sonradan analiz edəndə gördüm, yox. Həmin yolda hərəkət artıq başqa cür təşkil edilib. Düzdür, yol polisi hərəkəti nizamlayır, amma bu məqam maraqlıdır. Çaşqınlıq yaradan nədir? Niyə yol kəsişməsində xaotik vəziyyət yaranır? Əməkdaşımız Məhəmməd Hacızadə məsələnin izahını öyrənib baxaq. Kimi əks yola çıxır, kimi yol nişanı tələblərini pozur, kimi xətti tapdalayır, kimisi də bilmir ki, hansı zolaqla hərəkət eləsin. Necə deyərlər, aləm bir-birinə qarışıb. Gəldim ki, yol protivdir, bura girmək olmaz. Dedim, ən azından buradan belə gediş olar. Buradan da gediş yoxdur, ümumiyyətlə sağa saxlayıblar burada. Burada qəza baş verə bilər, ölüm baş verə bilər. Həsən Əliyev küçəsi ilə Koroğlu Rəhimov küçələrinin kəsişməsindəyik. Bir neçə gündür ki, burada yol infrastrukturunda müəyyən dəyişikliklər edilib. Bu da bir çox sürücülərdə çaşqınlıq yaradır. Belə ki, əvvəllər Həsən Əliyev küçəsindən gələn sürücülər Koroğlu Rəhimov küçəsinə dönərək hərəkətlərini davam etdirə bilirdi. İndi isə hərəkət yalnız bir istiqamətdəndir. Problem də elə bundan sonra başlayır. Birinci zolaqdan gələn sürücülər geriyə dönməli olduqları halda elə gəldikləri kimi bu cür Həsən Əliyev küçəsinə daxil olurlar. Həmçinin Koroğlu Rəhimov küçəsi istiqamətindən gələn sürücülər Həsən Əliyev küçəsinə, yəni Ayna Sultanova küçəsi istiqamətinə dönmək istədikdə, ikinci zolaqdan yalnız sola dönə bilər və üçüncü zolaqdan həm sola dönə, həm də irəli doğru hərəkət edə bilərlər. Dördüncü zolaqdan isə həm düz, həm də sağa, yəni İqtisad Universiteti istiqamətində hərəkətlərini davam etdirə bilərlər. Bəzi hallarda məlumatsız sürücülər Həsən Əliyev küçəsindən gəldikdə xətti tapdalayaraq bu zolağa daxil olur və bu cür problem ortaya çıxır. Sürücüləri isə çaşdıran əsasən asfalt üzərində çəkilən nişanlanma xətləridir. Çünki sürücülərin əksəriyyətinin yolda edilən dəyişiklikdən xəbəri yoxdur. Ayda ildə bir dəfə şəhərə çıxıram. Hər dəfə çıxanda görürəm nəsə bir dəyişiklik, hər dəfə. İndi mən buradan dönməliydim. İndi orada bağlı, burada geri dala qayıdım, görüm hardan çıxıram. Biz buradan sağa dönməliydik. Gəldik, gördük ki, yol dəyişdi. Başa düşmədik biz, nə təhərlə. Buradan sola gitməyi var. Bütün dünyada birinci dəfə yolu dəyişəndə ən azı bir həftə, 10 gün, 15 gün cəmaatın rahatlığı üçün imkan yaradılır və yaxud da yol patrul xidməti dayanıb insanlara yolu göstərməlidir. Amma biz bunu müşahidə etmirik. Ekspertlər deyir ki, yollarda bu cür infrastruktur dəyişikliyi ediləndə aidiyyəti qurumlar tərəfindən mütləq şəkildə vətəndaşlar əvvəlcədən məlumatlandırılmalı və sürücülər yollara bələd olana qədər bir neçə gün lazımi köməklik göstərilməlidir. Amma belə məqamda sürücülər də diqqətli olmalıdır. Həmin ərazidə illərdir formalaşmış bir hərəkət mexanizmi olub və təbii ki, sürücülər də bəzən diqqətsizlik edib hər hansı bir nöqsana yol verə bilərlər. Hələlik bildiyim qədərilə nişanlama xətləri tam çəkilməyib. Yəni orada işlər tam bitməyib. Ona görə belə halda sürücülərin cərimələnməsini mən düzgün hesab eləmirəm. Ancaq yaxşı olardı ki, həmin əraziyə yol patrul xidməti əməkdaşları və yaxud da post patrul xidməti əməkdaşları cəlb olunsun. Elə Aynanın əməkdaşları da cəlb oluna bilər ki, əvvəlcədən sürücülərə müəyyən bir işarələrlə istiqamət versinlər. Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyindən ATV xəbəri bildirildi ki, Koroğlu Rəhimov küçəsinin Fətəli-xan Xoyski küçəsi ilə Həsən Əliyev küçəsi arasındakı hissəsində bir tərəfli, 4 zolaqlı hərəkət tətbiq olunub. Əlavə olaraq həmin istiqamətdə tunelin üzərindəki yolun hərəkət hissəsinə bir zolaqda artırılaraq 3 zolaqlı yol təşkil edilib. Dəyişiklik test rejimində yoxlanılır. Koroğlu Rəhimov küçəsində yenidən qurma işləri, yol nişanları, panduslar və işıqforların quraşdırılması davam etdirilir. İnspektorlar mütəmadi olaraq hərəkət iştirakçılarının istiqamətlənməsinə xidmət göstərir. Yaxşı, bəs dəyişiklikdən xəbərsiz olan sürücülər istəmədən və ya bilmədən qayda pozduğu halda cərimə edilə bilərmi? Bu sualla Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə müraciət etdik. Bildirildi ki, yol nişanlarının tələblərinə riayət edilmədiyi halda qanunvericiliyin tələblərinə əsasən sürücü barəsində protokol tərtib edilir. Bir sözlə sürücülər olduqca diqqətli olmalıdır. Məhəmməd Hacızadə, Fərid Məmmədov, ATV Xəbər.